Salam, hörmətli abituriyentlər. Qərbi Hun İmperatorluğu mövzusunda dərsi izah eləyəcəyik. Qərbi Hun dövləti 470-ci illəri, yəni 4-cü əsrdən 470-ci ilə qədər olan dövrü əhatə edir bu dövlətin varlığı. Ümumiyyətlə, xalqların böyük köçü deyə bir anlayış var və Hunların hərəkəti ilə başlamış, 4-7-ci əsrlərə əhatə etmişdi. Bu köç təqribən bu istiqamətdə, baxın bu formatda, yəni şərqdən qərbə doğru gedir və bu köçdə Hunlar, bu köçdə Alanlar, Qotlar, Slavyanlar fəal iştirak edir və bunların içərisində xüsusilə seçilən Hunlardır. Yəni Hunlar daha fəal şəkildə bu köçdə iştirak etmişlər. Qərb Hunlarının ilk başçısı Tanrıxan olmuşdu. Hunlar bildiyiniz kimi türk mənşəli tayfalardır. 2-3-cü əsrlərdə Hun və Barsil tayfaları Tanrıxanın başçılığı ilə Azərbaycanın şimalında möhkəmlənirlər. Yəni, baxın bu hissədə. Və Anadoluya yürüş edirlər. Yəni, baxın bu istiqamətdə. 374-cü ildə isə Hunların başçısı Balamir xan olmuşdur, dəyərli abituriyentlər. Bəs Balamir xanın dövründə biz hansı yenilikləri görürük? Gəlin baxaq. Balamirin dövründə Don və İdil çayları arasında yaşayan alanlar sıxışdırılır. Onların əraziləri ələ keçirilir. Oskot krallığı məğlub edilir. Krım sahillərində Qotlar məğlub edilir. Krım sahilləri, baxın burada, bu bölgədə Qotlar məğlub edilir. Hunların bəziləri Cənubi Qafqaz, Şərqi Anadoluya yürüş edir. Cənubi Qafqaz, yəni Azərbaycan və Şərqi Anadolu bu istiqamət. Hunlar Şimali Qafqaz və Qaradənizin şimal sahillərini ələ keçirirlər. Şimali Qafqaz, yəni baxın bu istiqamətdir. Qaradənizin şimalı isə bu istiqamətdir. Və nəticədə Avropa Hun dövləti meydana gəlir. Avropa Hun dövlətinin ən qüdrətli hökmdarı Atilladır. Gəlin görək Attillanın dövründə hansı yeniliklər olur. 434-cü ildə qardaşı ilə birlikdə hakimiyyətə gəlir. 445-ci ildən isə dövləti tək başına idarə edir. Onun dövründə dövlət imperatorluğa çevrilir. 434-cü ildə Bizans üzərinə yürüş etdiyini görürük Attillanın. Və tərəflər arasında müqavilə imzalanır, ticarət əlaqələri nizamlanır, Bizans illik xərac verməyə razı olur. Amma 447-ci ildə Bizans üzərinə Attillanın ikinci yürüşünü görürük. Və ikinci yürüşə nə ehtiyac var idi? Çünki Bizans onların arasında müqavilə imzalanıb, müqavilənin şərtlərinə əməl eləmir, Hunların əleyhinə çıxan tayfalara dəstək göndərir və Attilla ikinci hücumu Bizans üzərinə təşkil edir 447-də. Və Bizans daha ağır şərtlərlə müqavilə imzalamağa məcbur edilir. Bundan sonra Qərbi Avropaya yönəlirlər Hunlar. Qaliyaya səfər təşkil olunur. Qaliya Fransa ərazisidir. Burqundiya tutulur. Fransanın Orlean şəhərinə çatırlar Hunlar. 451-ci ildə məşhur Katalan döyüşü baş verir. Katalan döyüşü 451-ci ildə. Kimlər arasında? Qərbi Roma imperiyası ilə Hunlar arasında. Qərb Hunlar arasında. Və bu döyüşdə tərəflərdən heç biri qəti bir qələbə qazana bilmir. Hər iki tərəf ağır itkilər verib, ağır-ağır geri çəkilirlər. Lakin hələ Roma özünü toparlamamış, Hunlar ikinci dəfə yenidən Romaya hücum edirlər. 452-ci ildə. Roma şəhərinə daxil olsalar da, Romanı tutmur Attilla. Niyə? Nə baş verdi? Papanın xahişi, Papa diz çöküb yalvarır, xahiş edir ki, Romanı dağıtmasın, tutmasın. Attilla da bunu nəzərə alır, eyni zamanda nəzərə alır Romada yoluxucu xəstəliyin yayılmasını ki, qorxur ki, bu xəstəlik onun ordusuna sirayət eləyə bilər, yayıla bilər. Ona görə Romanı tutmur. Ciddi üstünlük qazansa da Roma üzərində Romanı tutmur və dağıtmır. 453-cü ildə möhtəşəm bir qarşılaşma görə bilərik. Sasanilər üzərinə
Gedərkən təəssüf ki, Attila vəfat eləyir. Müəmmalı şəkildə, güman ki onu zəhərləyirlər. Və Attilanın ölümündən sonra Qərbi Hun dövləti zəifləyir və 470-ci ildə süqut eləyir. Bax belə. Ümid edirik ki, izahımız sizin üçün faydalı oldu. İndi isə vəsaitimizdən dərsi öyrənək və dərsə tam hazır olaq. Sağ olun, gələn görüşlərədək.